Olan olub, keçib, bundan sonraya baxmaq lazımdır və həyat bitməyib. Mən bu xəstəliyi atlatacağam, buna qalib gələcəm, mən işlərimi yenidən tamamlayacağam. Bunu dediyi andan etibarən isə bu problemləri həll etmək üçün başlayır mübarizə aparmağa. Olur. Yəni artıq insan daxilindən çıxdı çölə. Bəli. Bəli. Bu biraz haşiyə çıxacağam. Friedrich Nietzsche'nin belə buyurduğu Zərdüşt adlı əsəri var. Orada insan dəyişimini o üç şey ilə təsvir edir. Dəvə, aslan və uşaq ilə. Deyir ki, insan birinci növbədə dəvə modelində olur. Yuxulu, keyfi olmayan, bikeyf, depressiv. Amma bir müddətdən sonra bundan yorulur və içindəki aslan kükrəməyə başlayır. Və bu kükrəyən aslan onun hadisələrlə mübarizə aparmağına səbəb olur. Amma bu da son deyildir. Çünki o mübarizənin sonunda artıq hər şey öz qaydasına düşdüyü zaman insana böyük bir rahatlama gəlir.